Məsələn, Azərbaycan digər respublikalarda hansısa burada deyək, Azərbaycan vətəndaşları olaraq və yaxud vətəndaşları olmayaraq, hətta müəyyən təxribatlar eləyir. Amma Rusiya isə bilir ki, o təxribatlar və yaxud onu eləyən şəxslər onun maraqlarına uyğundur. Onlara dayaq durmaq, onlara necə deyirlər, daha da bu təxribatları dərinləşdirmək, daha da ürəkləndirmək, hücuma yönəltmək kimi bir faktik olar və bu da daxildə bir diversiyalara və s. çağırış kimi səslənən bir məsələdir. Faktiki daxili işlərə qarışmaq anlamına gəlir. Məsələn, mən diqqət elədim, bizim mətbuatda bir yazı bu şəkildə çıxmışdı ki, Ramiz Mehdiyevmi təxliyə olunacaq Rusiya. Orada açıq təxliyədən söhbət gedir də. Məsələn, burada kimlərsə hansısa bir əgər deyək ki, qanuna uyğun olaraq, qanun vericiliyə müvafiq olaraq müəyyən bir hüquqi təqibə məruz qalırsa, bu hüquqi mənada, onda Rusiya özü üçün maraqlı onu şəxs elan edib, onun üçün, onun müdafiəsi üçün müəyyən addımlar ata bilər ki, bu daxili işlərə qarışmaq faktik olaraq anlamına gələn bir məsələdir. Mən bilmirəm, sözün doğrusu bu məsələnin şərhi və yaxud bunun icrası ilə bağlı proseslərdə biz nəyi müşahidə edəcəyik? Mən buna uzun müddətli bir məsələ kimi də var. Mən təkrar edim. Mənim fikrimcə bu yaxın dövr üçün, yaxın və orta dönəm üçün nəzərdə tutulmuş əməliyyatlara hazırlığın və yaxud onun necə deyirlər, alt o bazasının hazırlanmasının bir aktarından biridir.